Qardaş, belə bir insanlara mən nə deyə bilərəm? Yox, dilləşim, özüm niyə yormalıyam bir insana görə? Bir insan namazda iyyəkə nəbudu və iyyəkə nəstəyin əməldə ya əldən adamdır. Bu adamdan nə gözləyirsən? Hansı salih kişi gözləyirsən? Belələrini nə deyirlər? 200'lü deyirlər. Namazda deyir, mən yalnız sənə ibadət edirəm və yalnız səndən kömək diləyirəm. Qərada deyir, ya Hüseyin. Beləsinə nə deyim mən? Beləsilə nə danışım mən? Bax, yəni mən deyəndə sonra dayandırıb mənə qınamayın. Olan nədir odur, göz qabağındadır hər şey. Sən dediyin sözdən əvvəlin bir deyil, qardaş. Məni aldadan mənsən, sən. Mən yaxşı bilirəm ki, sən dediyin söz namazda nədir, etdiyin əməl nədir. Hansı mənada deyirsən o əməli, o sözü. Dünya müsəlmanları da yaxşı bilir. Kimdə hansı əqidədə qardaş, özləri bilər. Mən mənəm qardaş, sən niyə bu yolu seçmişsən? Qardaş, seçib də, dədəsinin yolu seçib. Atasının yolunu seçib, qardaş. Dədə babalarımızın yolu ilə gedir. Getsin, qardaş, mən nə deyirəm ona? Deyirəm, yəni, qardaş, sənin dediyin sözdən əməli büdür. Bir gəlmir, qardaş. Sən dediyin əməllə namazda dediyin söz uyğun gəlmir, qardaş. Az xurafatlara gedin, inanın. Az gedin pirlərə, az nə bilim, ocaqlardan gedin, övlad istəyin. Qardaş, açırsan YouTube platformanı qabağa çıxır da nələr eləmirlər, qardaş. Özlərindən uydurma xurafatlar eləyirlər, bidətlər eləyirlər, yeniliklər eləyirlər. Qardaş, dinimizə yenilik.